Prezident demişkən, bəlkə biraz yavaşlayaq. Ölkənin yəsi olmayanda görürsünüz də nələr baş verir. Təcili olaraq Bakı şəhər icra başçısı Eldar Əzizov həbs olunmalıdır. Çünki bugün Bakıda baş verənlər onun sənət əsəridir. Bu bilirsiniz nə deməkdir? Bu deməkdir ki, Eldar Əzizov illərdir vəzifədə oturub, illərdir dövlət büdcəsindən milyonları, milyardları fırladıb, basıb yeyib və heç bir iş görməyib. Bəli, ona görə də bugün Bakı suyun altında qalıb. O bəzən deyirlər, ölkə başçısı İlham Əliyevin heç nədən xəbəri yoxdur. Ona heç nəyə çatdırmırlar. Nətər yanaya çatdırmırlar. İlham Əliyev bircə saatlıq TikToka girsin və yaxşı görəcək Bakının mərkəzində, ölkənin paytaxtında nələr baş verir. Bu biabırçılıqdır. Bu faciədir. Bax budur. Bu hökumətin analogu olmayan inkişafı. Qalib xalqın vətəndaşları yolu keçmək üçün qayıqdan istifadə eləməlidir. Qalib xalqın vətəndaşları belə yaşamalıdır. Ondan sonra o velosiped zolağı çəkiblər, onu ləğv eləsinlər, qayıq zolağı çəksinlər. Puh, sizin sifətinizə. Ölün, ölün. Mən tam əminəm ki, biz bir necə addım da yavaşlaya bilmərik. Biz irəliyə getməliyik.